Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma accil və likəl fərc. Salam əziz bacı və qardaşlarımız, xoş gördük sizləri. Bugün sizlərə çox önəmli bir insandan danışmaq istəyirəm. Bir adamdan ki, bir xalqı oyatdı, amma təkcə öz xalqını yox, bütün İslam dünyasını sirkələdi. O şəxs İmam Xümeyni rəhmətullahi əleyhdir və imamın vəfat il dönümüdür. Bugünkü mövzumuz onun barəsində olacaq. İmam Xümeyni rəhmətullahi əleyh 1902-ci ildə İranın kiçik bir şəhərində Xümeyndə anadan olub. Ailəsi də dinə bağlı, özü də uşaqlıqdan elmə meyilli bir şəxs olub. Və Qumda olsun, Nəcəfdə olsun, oxuyub, təhsil alıb, böyük alimlərdən dərs alıb. Amma İmam Xümeynin nəzərincə sadəcə məsciddə oturub dərs deməklə məşğul olmaq kifayət etmir bir alim üçün. Özü də belə olub, eyni zamanda haqqı deyən, zülmün qabağında geri çəkilməyən bir imam olub, bir şəxs olub. O dövrdə, bilirsiniz də İranda şahanşahlıq rejimi hakim idi. Şah zamanında da millətin sərvəti xaricilərə satılırdı, çapıb talanırdı, İslam ayaq altına atılırdı, qərb-pərəstlik baş alıb gedirdi. Elə buna görə də İmam Xümeyni sakit durmadı. Həmişə deyirdi ki, zülmə susmaq elə zülmü qəbul etmək deməkdir. Bu səbəbdən də imam susmurdu, elə danışırdı və danışdıqca xalqı oyandırırdı. Təqribən 1963-cü ildə şah rejiminə qarşı ilk qiyam baş verir. Və bu qiyamın arxasında imam olduğu üçün həbs olunur, ondan sonra da sürgünə göndərilir, amma heç vaxt bu yolundan, bu mübarizə yolundan dönmür. Çünki imam hər zaman bu ayəni insanlara xatırladırdı ki, bir xalq öz halını, talihini dəyişmədikcə Allah da onların talihini dəyişməyəcək. Yəni bir xalq öncə istəməlidir. Yəni dəyişiklik çöldən yox, içdən başlamalıdır, daxildən başlamalıdır. Və bu dəyişiklik də gəldi. İran xalqı bu yolu seçdi, bu dəyişikliyə də getdilər. İllərlə davam edən mübarizə, repressiyalar, yalvarışlar, həbslər, dualar, səbirlər, inam nəhayət 1979-cu ildə İslam inqilabını gətirdi və şah rejimi devrildi. Xalq azad oldu. İmam Xümeyni deyirdi, İslam təkcə orucdan, namazdan ibarət deyil. İslam ədalət, mübarizədir. İslam dirənişdir. İslam müqavimət göstərməkdir. O milləti oyatdı, öz kökünə, İslama və haqqa çağırdı. Quran da bunu deyir. Zəiflər üçün niyə vuruşmursunuz? İmam Xümeyni də məhz bu ayəyə əməl edir. İmam Xümeyni sadəcə İranlılara deyil, bütün ümmətə səslənirdi. Elə Qüds gününü elan etməsi də, Fələstin haqqının müdafiəsini qalxması da bu ayəyə əməl etməsi deməkdir. Amerikaya, İsrailə, imperializmə yox deyir. Deyirdi ki, bizi nə tan qoruyacaq, nə təyyarə, bizi iman qoruyacaq. İnsanın gərək imanı möhkəm olsun. Bugün biz Azərbaycan gəncləri də İmam Xümeynidən çox şeylər öyrənə bilərik. Əqidəyə bağlı qalmaq, haqqı qorumaq, millətinə və dininə arxa durmaq hər birimizin boynunun borcudur. Ki İmam Xümeyni bizə bunları öyrədib, bunları aşılayıb. Əgər iman varsa, zülmə qarşı qalxmaq mümkündür. Əgər bir xalq ayağa qalxsa, Allah da o xalqın köməkçisi olacaq. Allah ona rəhmət eləsin. Çox böyük və dahi bir şəxs idi. Bugün də İmam Xümeyni məktəbi yaşayır və yaşayacaq da, davam edəcək. Çünki bunun arxasında İslam durur, bu ideologiyanın, bu təfəkkürün. Çünki bu ideologiyanın və təfəkkürün arxasında Quran durur. İmam Xümeyni elə Peyğəmbərin yolunu davam etdirməyə çalışdı. Onu bizə aşılamaq istədiyi ideologiya və təfəkkür də elə Peyğəmbərin hakim olduğu ideologiya və təfəkkür idi və insanlara da elə bunu çatdırmaq istəyirdi. İctimai bir din, sosial bir din ki, insanın həyatının bütün sahələrinə sirayət etsin və söz sahibi olsun. Təkcə əlimə təsbih alım, bir güşədə əyləşim, onunla kifayətlənmək olmaz və İmam Xümeyni də bunu insanlara çatdırırdı ki, İslam dini belə bir din deyil, təkcə özünü düşünəsən. Xeyr, sosial bir dindir, ictimai bir dindir, ədalət əsasında qurulmuş bir dindir və İslamın ədalətini yaşada bilmək üçün ədalətli bir cəmiyyət də qurulmalıdır. Ki, onu orada görəsən, o İslamın ləzzətini orada duyasan, dadasan. Hər bir Azərbaycan gənci üçün bu
dinimizin ağsaqqalında, alimində, fəqihində, arifində bir örnək var onun həyatında. Hər bir Azərbaycanlı üçün dininə bağlı olmaq, adət-ənənələrinə bağlı olmaq, mənəviyyatla yaşamaq, mənəviyyatını gücləndirmək, imanlı olmaq, hər biri İmam Xomeyni məktəbindən öyrəniləsi bir dərslərdir bizim üçün. Bir də Allahdan bu böyük şəxsiyyət və alim üçün rəhmət diləyirəm və başda İmam Zaman ağamız olmaqla bütün İslam toplumuna başsağlığı diləyirəm. Allah bizləri də İmam Xomeyni kimi İslamın qorunmasında, təbliğində və İslami bir həyat yaşamaqda müvəffəq etsin inşallah. Görüşmək ümidi ilə. Allah amanında qalın. Sağ olun.